çalışın bu ayda daha çox sədəqə verin. Allah Resulü sallallahu aleyhi ve sellem insanların ən səxavətlisi idi. Ramazanda isə səxavəti daha da çox artar və xeyirxahlığı isə əsən küləkdən daha çox səxavətli olardı. Allah Resulü sallallahu aleyhi ve sellem insanların ən səxavətlisi idi. Ramazanda Cəbrail ilə görüşən zaman daha çox səxavətli olardı. Ramazanın hər gecəsində Cəbrail mələk Peyğəmbərlə görüşər və onunla birgə Qur'anı oxuyardı. Allah Resulü sallallahu aleyhi ve sellem xeyirxahlıq etməkdə əsən küləkdən daha səxavətli olardı. Buxari və Müslim rivayət etmişdir. Ramazanda sədəqə verməyin özünə məxsus üstünlükləri və xüsusiyyətləri vardır. Odur ki, sədəqə verməyə tələs və bacardığın qədər çox sədəqə verməyə həris ol. Sədəqənin bir çox növləri vardır. Onlardan növbətiləri söyləmək olar. Kasıblara yemək yedirin. Allah Teala buyurur ki, onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. Və belə deyərlər, biz sizi yalnız Allahın üzü xətrinə yediririk və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik. Əslində, biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik. Bunun əvəzində Allah da onları həmin günün şərrindən qoruyar və onlara gözəllik və sevinç nəsib edər və onlara səbr etdiklərinə görə cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə onları mükafatlandırar. Bizdən öncə yaşamış əməl salih əcdadlarımız insanlara yemək yedirməyə həris olardılar və onu bir çox nafilə ibadətlərdən önə çəkərdilər. İstər qarnı ac olan birini doydurmaq olsun, yaxud əməl salih bir müsəlman qardaşını yedirtmək olsun, yemək yedirərkən yedirdiyin insanın kasıb olması şərt deyil. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, ey insanlar, salamı yayın, yemək yedirin, qohumluq bağını qoruyun və insanlar yatan zaman gecəni namaz qılın ki, əminliklə cənnətə daxil olasınız. Yemək yedirmək bir sıra digər ibadətlərə də yol açır. Yemək yedirən qardaşlara qarşı dostluq və sevgi hissləri oyanır. Yemək yedirdiyin qardaşlarının dostluğunu və sevgisini qazanırsan, bu da cənnətə daxil olmaq üçün əsas səbəblərdən biridir. Əbu Hüreyrənin rəvayətində Allah ondan razı olsun deyilir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İman etmədikcə cənnətə daxil olmazsınız. Bir-birinizi sevmədikcə də kamil iman etmiş olmazsınız. Oruç tutanlara iftar verin. Bu haqda Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kim bir oruç tutanı iftar verərsə, oruç tutanın savabından heç bir savab əksilmədən, onun, yəni oruç tutanın savabı qədər ona da savab vardır.